İlk olaraq anlayışım olmadığına görə riskə gedə bilməzdim və anlayışım olan, cüzi də olsa anlayışım olan sahə. Və bu misalı mən hamıya çəkirəm. İlk olaraq bütün əlimizdə olan axırıncı qəpiyimizə qədər pulumuzu tökdük, çərəz dükanı açdıq. Adi, standart bildiyimiz çərəz dükanı. Bəxtimizdən həmən zamanı pandemiya gəldi. Çərəzlər xarab olur. Və hansısa bir səhifəni, deyəsən Lalafoydu. Səhifədən vərəqləyərkən bir yağ çəkən makina çıxdı qabağıma. Yəni, hər bir şey elə bir ki, kimsə tərəfindən fikirləşilmiş bir mexanizm üzərində cəmləşmişdi. Ya, yenə də borc, oradan xərc, çərəz makinəsini sifariş verdim, gətizdirdim, həmən o çərəzlərdən yağ çəkən makina. Başladıq yağı çəkməyə. Təsəvvürünüzə gətirin ki, ilk hardasa aşağı-yuxarı 6 ay biz demək olar ki, o yağları pulsuz paylayırdıq. Yəni, biri var ki, çərəzlər xarab olsun, sən onu atı ilə bu şeyi biz yaşamışıq. Biri də var ki, heç olmasa nəsə bir, yəni ki, faydalı bir iş görəsən. Pulsuz da olsa bilirsən ki, bu adam bundan faydalanır. Bizim birinci fəaliyyətimiz belə başladı. Və həmən o fəaliyyətimizin gediş dönümündə, yəni də belə deyək də, yağlarının başlanğıcda mən gördüm ki, xanımımda məlumat bazası çox genişdir. Məsələn, başqaları qapıyar və yaxud da özünü irəli verər, yox, burada lider mən olmalıyam, belə olmalı, amma yox. Hər bir insanın özünün görünməyən tərəfi var. Və ailədə olaraq, sən əgər o tərəfi istəyir, uşağında istəyir, xanımında, fərq etməz. Sən o tərəfi görməlisən, həmən adamın fikri ilə razılaşmalısan. İnanın ki, böyük işlər elə yaranır. Çünki nəyə görə? Hüquq və bir də yuxarı başlılıq olmamalıdır. Hər bir şeyə sən açıq gözlə, aydın gözlə baxmağı bacarmalısan.